Oktyabr ayında baş gicəlləndirici sevgi yaşayacaq bürc cütlükləri ən düz proqnoza görə bunlardır. Şir və tərəzi. Bu iki bürc arasında romantik enerji alışacaq. Şirin cazibəsi və tərəzinin zərifliyi birləşərək filmlərdəki kimi sevgi dolu günlər yaradacaq. Xərçəng və əqrəb. Güclü emosiyalar, dərin bağlar və gizli arzular bu iki bürcü bir-birinə çəkəcək. Onların sevgisi bu ay çox ehtiraslı və sarsıdıcı olacaq. Oğlaq və balıq, oğlağın sabit enerjisi ilə balığın duyğusallığı birləşəndə sevgi həm sakit, həm də sehrli hala gəlir. Oktyabrda bu münasibət hekayəyə çevrilə bilər. Qoç və əkizlər, qığılcımlar, həyəcan və sürprizlər. Bu iki bürc arasında ani qarşılaşma böyük sevgi macərasına çevrilə bilər. Məsləhət: bu ay ürəyin səsini dinləyin. Əgər kimsə sizi içdən çəkirsə, qorxmayın. Bu taleyin verdiyi bir fürsət ola bilər. İstəsən, bu proqnozun qısa video ssenarisini də hazırlayım, meşə fonunda qadın səsi ilə. Hazırlayım.